O da özlüyormuş benim bir tanem. Hep ağlıyormuş ben olmayınca öyle yazıyor. Son mektubunda beh beh beh. Deli dolu günler hayat geçerdi kahkahalarıyla. Nem ne olardı, nem ne olardı. Ellerim uzanmaz, tutunamam ki özlediğim şimdi çok uzaklarda. Bəh, 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 bəh. Neysə, nəsə bu yadıma düşdü. Bayaqdan ağlımda Şebnəmin mahnısı var idi. Ə, Nətər idi o mahnı? Bu aşk fazla sana deyirdi. Bir də ki, nereye gider bu aşk deyirdi. Ulan həyat, ulan həyat. Hə, bu dönəm belə bir enerji ilə bir atılım eləmək istədim hanımlar. Bu dönəmlərdə biraz söhbət eləyəcəm sizlə, nələr yaşanır yeni şəkildə mənlə bağlı. Çünki istəyirəm ki, burada məndə nə kimi dəyişikliklər olur mənəvi olaraq, nə kimi fərqindəliklər qazanıram. Qalsın. Vaxtı ikən video çəkirdim, insanlar toplaşdılar. İnsanlardan kastım sevilmeyen insanlardı. Hani olur ya, hani bu getsin, uzaqlaşsın dediyin tip. Yığılmışdılar. Ona görə heç özüm haqqında məlumat vermək istəmirdim. Amma indi düşünürəm ki, niyə də mən öz kanalımda özüm haqqında məlumat verməyim? Yəni ki, söhbət nitəliyində danışmayım. Onlar dinləməsin. Bana nə? Nəysə. Yam 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 yam. Bu dönəmlərdə mənəvi olaraq çox fərqli bir dönəmdən keçirəm deyim sizə. İllərlə hardasa bir 19 yaşıma kimi durmadan hər mövzunu bir yerə bağlayıb, bir anlam çıxarıb doğrunu yanlışdan ayırmışam. Amma 19 yaşdan sonra hardasa 21 yaşıma kimi artıq son 3-4 ildir ki, heç bir şəkildə yeni fərqindəlik yaşamırdım. Necə yeni fərqindəlik? Düzdür, ildə bir dəfə adamda olur, nəsə bir parıldayır, sanki bir şeylər anlayırsan, fərqindəlik gəlir. Amma əvvəlki kimi belə dərin bir fərqindəlik gəlmirdi. Bu il 8 ilim də eyni zamanda ağla qara ortaya çıxırdı mənim üçün. Ağla qaranı ayırd eləyirdim. Elə bir indiyə kimi elədiyim sanki işlər olsun, insanların mənə elədikləri olsun. Baxırdım. Və danışa da bilmir. Gözlədi, hər şey gəldi. Son 1-2 ayda oldu. 1-2 ayda artıq bir şey fərq elədim. İllərdir özümü tutduğumu fərq elədim. Bu arada kamera belə deyə mən belə qalmışam. Bunu biraz belə edeyim. İllərdir duyğusal olaraq özümü baskıladığımı fərq elədim və qorxularıma görə addımlar atmadığımı fərq elədim. Bu da ki, problemdir də, özünüz bilirsiniz. İnsan bir şeydən qorxur, özünü çəkindirirsə inkişaf eləyə bilmir. Mən heç vaxt qorxaq bir insan olmamışam. Məsələn, ay qorxum, ay hərəkət eləməyim, addım atmamışam, olmamışam. Mən cəsarətli olmuşam, atak olmuşam. Amma məsələn, bəzi mövzular var idi ki, duyğusal olaraq zərər almaqdan yorulmuşdum artıq və addım atmırdım. Sonra da düşündüm ki, bana nə? Niyə addım atmayım ki? Qoy addım atım, qoy nəsə baş versin ki hətta. Qoy özüm kimi olum ki, reallıq ortaya çıxsın ki, mən özümü sağa sola aparmayım, mənim ahəngim pozulmasın, mənim dəncəm pozulmasın, mən yorulmayım. Real bir şey olmayanda insanın bütün əsəbləri pozulur. Ona görə bir takım addımlar atdım və çox qəribə bir şəkildə bəzi yeni düşünürəm ki, mənə yaxşı təsir edəcək durumlar baş verdi, bəzi fərqindəliklər yaşadım, bəzi şeylər ortaya çıxdı, qarib-qurub olaylar oldu. Ona görə sizə də önərirəm, nə olursa olsun, nə olursa olsun. Heç bir şəkildə özünüzü unutmayın. Bir arkadaş unutur da ona görə. Heç bir şəkildə özünüzü unutmayın, özünüzü olduğunuz kimi göstərin. Qoy, məsələn, bəzən bunu mən də düşünürdüm əvvəllər. Bunu tarot baxanda da çox fərq eləyirəm xanımlarda, qızlarda falan ki, birdən belə eləyərəm, belə bir şey baş verər, o gedər falan filan. Getsin, çıxsın getsin ki, təzəsi gəlsin. Kış, get. Qoy getsin. Ablam, sən özün özünə sahib çıxırsansa, sən özün özünü ahəngə salırsansa, sənin bir həyatın varsa və sən özün özünü inkişaf elətdirirsənsə, problemləri görürsən, anlayırsan, dərk eləyirsən, mənliyi sevirsən, insanlara hörmətlə yanaşırsansa,
Niyə sən düşünməlisən ki, səndə nəsə çatışmır? Bir arkadaş, bir yerdən biliyor, sorma, nereden bildiğimi sorma. Yəni zarafatsız bəzən o illüziyaya giririk, düşünürük ki, belə eləsəm elə olar, bunu belə eləməyim ki, belə olmasın, amma özümüz özümüzü baskılayırıq. Bu da yəni sadəcə bir yalana inanmağımıza səbəb olur. Bunu da demək istədim. Biraz qəribə cümlələr qura bilərəm. Bir də bu dövrdə elədiyim bəzi yeniliklərdən bəhs edeyim. Çox uzun zamandır ki, özüm haqqında doğru düzgün danışmırdım bu videolarda. Bu barədə danışmaq istəyirəm. Əvvəllər tarot seansı verəndə düşünürdüm ki, məsələn, insanlar hər hansısa bir şeyi önəmsəyir axı. Məsələn, partnerləri olsun, onlarla olan durumları olsun, öz şəxsi mental durumları olsun, şəxsi enerji alanları olsun. Belə də ümumiyyətlə öz seanslarını önəmsəyirlər və suallarına cavab tapmaq istəyirlər. Ona görə ən tez zamanda seans eləyim. İndi isə fərq eləyirəm ki, ən tez bir şəkildə seans eləmək əslində heç də yaxşı deyilmiş kimin üçün? Mənim üçün. Niyə? Çünki insan arada dincəlməyə ehtiyac duyurmuş. Bu bilinən bir şeydir. Sadəcə təcrübə etməm lazım idi bu durumu. Həmişə insanları öncəlik edirdim və ya insanların işini rahatlaşdırırdım və bəzən hətta bəzən yox, çox vaxt %80 mən öz şərtlərimi bir qırağa qoyub insanlara uyum sağlayırdım ki, bunun məqsədi pis deyil, niyyəti pis deyil. Mən buna uyum sağlayayım. Amma sonra gördüm ki, gözümə bir çirpik düşdü. Sonra gördüm ki, sən öz şərtlərini qoymayanda, müəyyən eləməyəndə, səddivi çəkməyəndə, sənin sərhədini keçməyə çalışırlar. Hər insan sənin sərhədini bilmir. Yəni ki, hər insan sərhədini bilmir və sən o sərhədi bu hər halda bilər deyə düşünüb çəkmədikcə, onun üçün bu bəzən problem olmaya belə bilir. Yəni bu insan sənin sərhədinin varlığını bilmir axı, harda durmalıdır. Sərhədini aşa bilir əgər əndazəsiz bir insandırsa, əndazəsini itirən bir insandırsa, sonra özünə sahib çıxa bilməyən bir insandırsa və ya sadəcə pis insan olmağı gərəkməz. Bəlkə də ikiniz də fərqli cəmiyyətlərdə yetişmisiniz və ikinizin də fərqli şüuru var, məsələn. Bunu demək istədim. Əvvəllər seansları tez bir şəkildə eləyirdim və ən yaxşı şəkildə eləyirdim. Sonra bilirsiniz nə oldu? Bədənim çökdü, dəhşət pis günə qaldım. Yəni Allah bir də gətirməsin o günləri. Ondan sonra dedim ki, bundan sonra Nərmin özünü önəmsəyirsən. Birinci sən. Mən yaxşı olum ki, hər hansısa bir mövzuda yol göstərə bilim də. Mənim zehnim açıq olsun ki, hər hansısa bir mövzuda yol göstərə bilim. Bəzi ədəbsiz insanlar da gördüm, amma mən bunları problem eləmirəm və mənə görə belə bu barədə danışmağın mənası yoxdur. Nəyin mənası yoxdur? Ədəbsiz özünə ədəbsizdir də, yəni. Və yeni bir düşüncə formalaşdırmışam bu dövrdə. Düşünürəm ki, artıq özüm üçün yaşayım. Yəni mənim yaşım düzdür. Elə bir yaşdır ki, yəni onsuz da bu barədə fikirlərin formalaşması qədər normal bir şey yoxdur. Amma ümumi şəkildə bundan sonra yəqin ki, öz şərtlərimə görə hərəkət edərəm. Bunu sizə də mən önərirəm. Demirəm, məsəl üçün, sərt şəkildə qaydalar qoyun, o qaydalardan çıxmayın. Yox, qaydalar yox. Şəxsi sərhədlərinizi insanlara deyin. Bir şey xoşunuza gəlmirsə, onu bəlli eləyin. Bu insan əgər sənə hörmət edirsə, onsuz da o sərhədə hörmət eləyəcək. Və yəni sorğulamayacaq. Sual versə də ki, sən istəsən cavab verə bilərsən, məsələn. Anlaşa bilərsiniz, söhbətləşə bilərsiniz. Amma məsələn, sənin sərhəd və hörmətsizlik edirsə, səni gic yerinə qoyursa, ya da ki, boş-boş danışırsa, yəni bu sənin məsuliyyətində olan bir şey deyil. Bilmirəm, bu barədə danışmaq istəyib, ondan sonra açılma başlamaq istədim. Bu arada datlı çiçəklərim var, Yenur. Sakral çakra. 16. Ben de geleceğim. Deməli. Bu barədə danışdıq. Başqa nə mövzuda danışacaqdım mən sizdən? Artıq seanslarımı daha məntiqli şəkildə aparmağı düşünürəm. Nə mənada? Əvvəl həddindən artıq çox anlayış göstərirdim və fərq elədim ki, bu heç bir şəkildə mənə yaxşı təsir eləmir. Ona görə artıq daha məntiqlə yanaşacağam və şərtlərim onsuz da bəllidir. Seans verəndə hansı şərtləri önəmli tuturam, mən tarota necə bir şəkildə yanaşıram. Məsələn, bir dönəm var idi, insanlar məndən həddindən artıq fal kimi tarot baxmağımı tələb edirdilər. Amma mən fal kimi baxmağı sevmirəm, məsələn. Və həmişə özümü bu mövzuda elə bilirdim, bəlkə əksiyəm, özümü əksik hiss edirdim. Amma sən demə elə bir şey yox imiş. İnsanların algısı o yöndəymiş.
Arada bir siz də sorğulayın ki, illüziyaya düşmüsünüz ya yox. Nəysə, bunu demək istədim. Ürəyim açıldı. Niyyət edirəm ən doğru cavabı almağa. İndi keçək açılımıza. Bu arada videonu izlədiniz, bəyəndiniz, dediniz, aman, bu qız necə belə qəşəng danışır. Necə belə nəsə bir yenilik verir bizim üçün. Ya da ki, dinlədiniz, xoşunuza gəldisə əgər videonu bəyənsəz, kanalıma abunə olsaz, həm mənə dəstək olmuş olarsınız, həm də ki, əməyimin qarşılığını görmüş olaram. Değil mi yəni? Düşüncələrinizi də yazmağı unutmayın və nəzərə alın ki, bu bir kollektiv açılımdır. Kollektiv açılım demək, burada sizə aid olanları götürməyiniz, sizə aid olmayanları da ki, sizə aid olmayanların da başqa insanlara uyacağı deməkdir. Haydi bakalım. Bu arada burada çıxan pozitiv şeyləri özünüzə çəkmək istəsəz, məsələn, mən burada olan durumu özüm üçün istəyirəm desəz, hani, və ona inansaz da o da reallaşır. Elə bir durum da var. Manifest kimi çəkə bilərsiniz özünüzə. Arkadaş cümlə qura bilmədi, amma siz başa düşdünüz. Niyyət edirəm ən doğru cavabı almağa. Ümidvaram ki, mənim açılımım sizə ən doğru yolu göstərər. Bugünkü sualımız nədir? Kollektiv olaraq hansı yanlış tutumu buraxmalıyıq? Siz nə deyəcəm sizə? Peki, mənim tutumlarla əlaqəli olan sualımı unudub, başlayıb yanlış tutumlarla əlaqəli danışmağım. Davam edək. Aha, para ikilisi çıxıb üstə. Dəstənin üstünə. Kartlarımın altına dəstək də alıb. Kollektiv olaraq hansı yanlış tutumları buraxmalıyıq? Sarımsaq. Gri anama deyin. Gri kartını çox sevdiyim söylənəməz. Aha, ilkbahar. Şükür, var burada bir ilkbaharımız var. Aziz. Hə. Değnek altılı şükür. Məktub. Tılsıması. Attım. Aman. Şam. Şam sönüb. Tılsım kraliçesi. Kupa şövalyesi. Man tanrım cicim. Bu kadar da olamaz. Yani çok qəşəngdir. Çok sevdim. Herhalde. Bu arada olar olmağına da bu qədər pozitiv gözləmirdim. Deməli, kollektiv olaraq hansı yanlış tutumları buraxmalısınız? İlk öncə, bunu demək istəyirəm. Burada bir aziz kartı bizi qarşılayır birinci olaraq. Bir də değnek altılısı var. Ağlıma bilirsiniz nə gəldi? Bütöv, kollektiv. İnsanlardan dəstək almağı rədd edirsinizsə və yaxud da mən daha yaxşı bilərəm deyə düşünürsünüzsə, öz düşüncələrinizi sorğulayın. Hansı mövzudan tam əminsinizsə, onu çox sorğulayın ki, mən həqiqətənmi düz deyirəm. Çünki bunu mən ən çox sevdiyim cümlədir və mən bunu əvvəlki YouTube kanalımda da deyirdim, çox videomda da səsləndirirəm bu durumu görəndə. Bəzən tamamilə bu doğrudur dediyimiz şeylər və bu mütləq şəkildə doğrudur dediyimiz mövzular ya da ki, baxış açılarımız doğru olmaya bilir. O qədər o mövzuda bir dənə düşüncəmiz olur və digər perspektivləri rədd edirik ki, bəzən fərqli perspektivlərin olduğunu belə unuduruq. Və davamlı şəkildə eyni perspektivə sahib olmaq bizi də geri çəkir. Dolayısıyla insanlardan kömək almırsınızsa, insanlardan dəstəyi rədd edirsinizsə, bunu bir aradan qaldırın. Çünki bəzən biz bir kollektivik, yəni biz insanlar çoxluğuq. Yəni, ümumi şəkildə insanlarıq biz. Hərə öz başına müsəlman olsa, bu bir deyimdir bu arada, arkadaş amma düşünə bilmir o deyimi, xatırlaya bilmirəm. Hərə öz, kəndinə müsəlman deyirlər, özünə müsəlman olsa, inkişaf getməz kardeş. Hamı bir-birinə dəstək eləyəcək. Bu da böyle bilinsin. Mən və insan sevənliyim, humanistliyim. Sizi də ona kökləndirirəm, sizi də ona yönəldirəm. Bax, nətər yönəldirəm. Zarafat falan bir yana qalsın, həqiqətən. Sabit düşüncələrinizi sorğulayın. Aziz kartımız çıxıb. Sonra bir değnek altılısı var. Düşünelim. Davam edeyim.
Bu dönəmdə özünüzü yazıb ifadə edə bilərsiniz. Bunu demək ürəyimdən keçdi. Özünüzü ifadə edin. Duyğusal olaraq özünüzü ifadə edin. Hisslərinizi insanlarla bölüşün. Bu sizə həddindən artıq çox yaxşı təsir edəcək olan bir durumdur. Bu arada yanlış tutumlarınızı fərq eləsəz, bu dönəmdə sizə yaxşı gələcək dostluqlar, söhbətlər və yaxud da insanlar, sizi dinləyəcək, anlayacaq insanlar da özünüzə çəkə bilərsiniz. Bunu belə yorumlamaq istədim, qardaş. Əlavə olaraqdan bunu çünki hiss elədim. Burada artıq bir tılsım asımız çıxıb, burada bir değnek altılımız çıxıb, burada bir kupa şövalyemiz çıxıb. Ağlıma bilirsiniz nə gəldi? Sizə gələcək olan addımları da qarşısını kəsməyin. Sizə gələcək olan sevginin, əməyin də qarşısını kəsməyin. Kimsə sizin üçün nəsə eləmək istəyir. İcazə ver eləsin həyatım, icazə ver eləsin. Qoy eləsin, görək neyniyir. Görək neyniyir. Görək nə qədər eləyəcək. Deyilmi yəni? Bəzən ağlıma bir durum gəldi. Bəzi qızlar görürəm. Deyirlər ki, bəs partneri mənim üçün çox əmək verir. Çöldə partneri onun üçün nəsə alır və deyirlər ki, ay, yox, alma. O sırada dostlarıma kokteyl, dostlarım nə istəyirsən deyə soruşanda kokteyli zorla aldıran mən. Hər dəfə gedəndə görməmiş milkshake aldıran mən. Nəysə. Nəsə gəlib mənə belə bir eynim açıldı, keyfim açıldı. Əgər partnerinizdən sizə gələcək olan bir balaca suya belə narahat olursunuzsa ki, o mənim üçün su aldı, mənim üçün bunu elədi, onu elədi, icazə verin eləsin. Siz icazə vermirsiniz deyə bir müddətdən sonra artıq insanlar sizə nəsə eləməyi buraxır. Çünki icazə vermirsiniz. Diqqətli olun. Bu tutum da doğru deyil. Bu dönəmdə limitlərinizi fərq eləyin. Bu dönəmdə baxış açılarınıza diqqət edin. Bu arada aziz kartı da tutum kartıdır. Bu da böyle bilinsin. Sonracığıma burada nə var? Mən sizə nə deyə bilərəm? Kollektiv olaraq hansı yanlış tutumları buraxmalıyıq? Davamlı şəkildə əmək verdiyiniz bir mövzu varsa, hansı ki bu əmək həqiqətən o insana, o duruma, o mövzuya əmək verməyə dəymirsə, ya da axırı bir yerə bağlanmırsa və sadəcə sizdən gedirsə, partner olsun, münasibət olsun, efendimə söyləyim, hər hansısa bir yatırım olsun, o sizə həddindən artıq çox yorursa, onu da bir qırağa qoyun, çünki siz yorulursunuz və ya siz özünüz davamlı şəkildə davamlı şəkildə insanlara əmək verirsinizsə, bu əməyi müəyyən qədər qısın. Yəni, sizə çünki yaxşı təsir etməyəcək olan bir durumdur. Sizi qəlb qırıqlığına apara biləcək bir durumdur. Düşündürücü, altına dəstək almaq istəyirəm. Görüm nə deyəcək. Məncə bu arada, kart qarışdırdığım yerdən bir kart düşdü. Xaos. Hayatımız. Kollektiv olaraq hansı yanlış tutumu buraxmalıyıq? Bu arada bir şeyləri dağılmasın deyə zorla ayaqda tutursunuzsa, onu da bir diqqət edin. Davamlı şəkildə, getməsin, filan şey itməsin, filan şey batmasın deyə düşünürsünüzsə, onu da buraxın. Bir şeyləri zorla tutmayın. Çünki o, sizin olan onsuz da sizindir, sizdən getməz. Anlarsın ya. Burada bir xaos kartı var. Bunu demək istəyirəm, çünki ürəyimə düşdü. İlla vardır kiməsə də bu mesajın getdiyi. Bu mesajın getdiyi illa kimsə vardır. Arkadaş içində qura bilmir. Erməni budaq cümləsi qururam. Xaotik ortamlardan uzaqlaşın və ya bəzi dramatik düşüncələrinizi fərq edin. Bu arada xaos ağlıma travmaları gətirdi. Travmatik yönünüz ola bilər. Hansı ki, travmatik yönünüzə əsasən bəzi tutumlarınız ola bilər və ya travma əsasında formalaşan tutumlar ola bilər və bunlar da sizə xidmət etməyən tutumlar ola bilər. Qorxudan ortaya çıxmış olan düşüncələr ola bilər, kodlar ola bilər. Bunlara da diqqət edin. Hadi bakalım. Və bunların da bu dönəm öyrəndiyiniz məlumatlara əsasən dəyişdiyi bir dönəmdir. Haydi bakalım. Burada çünki bir bilim kartı var. Gələcəyə mi odaqlanırsınız davamlı şəkildə? Əgər gələcəyə odaqlanırsınızsa ki, məsələn, gələcəkdə bu necə olacaq, davamlı şəkildə gələcəyə baxırsınızsa, anı fərq edin.
andan qaçmayın və ya hər hansısa bir durum mu baş verir? Bax, şam kartının üstünə düşdü bu xaos kartı. Bir şey baş verir, siz yorulursunuz, boğulursunuz, sonra həmin anı çözməmiş gələcəyə mi qaçırsınız? Başqa bir yerə mi getməyə çalışırsınız? Ondan da qaçmayın, qardaş. Fokusunuzu oradan yayındırıb davamlı şəkildə onu həll etmədən digər mövzuya mı baxırsınız? Onu da həll edin, qardaş. Bu da böyle bilinsin. Sonra burada bir çöl kartımız var. Maşallah, maşallah, maşallah. Çöl kartı. Ağlıma bir yorumlama gəldi, amma əmin olandan sonra onu yorumlayacağım. Kollektiv olaraq hansı yanlış tutumları buraxmalıyıq? Duyğusal ahəng və adam. Eril enerjinizi ahəngə gətirin. Eril enerjiniz çoxdursa, siz özünüzü də ahəngə gətirin. Davamlı şəkildə eril enerjidəsinizsə, buna da diqqət edin. Və ya əməyiniz bir erilə qarşıdırsa, buna da diqqət edin. Sonracığıma. Blokaj. Duyğularda müəyyən qədər blokaj ola bilər. Duyğularda blokaj olduğuna görə dişil enerji ilə əlaqəli sorunlar ola bilər və eril enerji daha çox ön plana çıxa bilər. Ağlıma gələn hər şey deyirəm, kimə nə uyursa onu götürsün. Məsələn, dinləyirsiniz, bəzən insan bilir də, bəzən məsələn, mənə deyirlər ki, nərmin, dinləyirəm, mən hardan bilim ki, o mənə uyur ya uymur. Abla, dinləyirsən və deyirsən ki, mənə uyur. Mənə tanış gəlir bu mövzu. Mənə çox tanış gəlir. Həmin an deyirsən ki, bilirsən ki, bu sənindir. Və dinləyirsən. Artıq nə qədər başa düşəsənsə. O qədər qarışıq danışıram ki. Yox, qarışıq danışmıram. Bilmirəm. Özümü sıxmaq istəmirəm bu dönəmlərdə sanki. Necə ürəyimə düşür, elə də yorumlamaq istəyirəm. Əvvəl belə bir düşüncəm var idi ki, davamlı şəkildə bir şeyləri rayına oturdum. Amma indi düşünürəm ki, mən niyə rayına oturduram ki? Siz, mən danışım, özünüz rayına oturdun da. Çünki hər kəsdə fərqlidir axı durumlar. Mən mesaj kartı kimi sizə çəkmək istəyirəm bu dönəmdə kartlarımı. Kollektiv olaraq hansı yanlış tutumları buraxmalıyıq? Bizə bu açılımı ümumi şəkildə özetlə 3 kartla. 1, 2, 3. Qurban. Ya hak, ya sabır. Davam edək. Görək, burada nə var? Öğrenci. Mütevazılık ve kendini bilgiye adama. Kendini yaşama boyu öğrenmeye, kendini yaşam boyu öğrenmeye açma. Midas Pinti, yine bu kart. Dokunduğunu altına dönüştüren girişim veya yaratıcılık kabiliyeti. Zenginliklerini paylaşmaktan zevk almak. Gölge nitelikler, para ve duyguları istifləmək. İstifləmək nədir görürsən? Yəqin xərcləmək, dağıtmaq mənasındadır. Yəni ki, çarçur eləmək, məncə, bilmirəm. Bilən varsa yazar, saplantılı bir sərvətini kaybetmə qorxusu. Maşallah, maşallah. Saplantılı sərvət kaybetmə. Yıkıcı bilginin peşindeki kibir. Bilgiyi eyleme dökme isteksizliği. Düşündürücü. Kendine acıma alışkanlığı. Yeni şeyler öğrenmeye özünüzü atın ve davamlı şəkildə qurban olduğunuz bir durum varsa və yaxud da orada özünüzü qurban halında hiss edirsinizsə, oradan da çıxın. Və bir şey daha deyim. Davamlı şəkildə qurban halına düşdüyünüz üçün və ya yaşadığınız durumlar sizi qurban mentalına salırsa və yaxud da qurban halına düşürsünüzsə, bu nə deməkdir? Davamlı şəkildə xərcləndiyinizi hiss edirsinizsə, nəyinsə, nəyəsə dəyməyəcəyini düşünürsünüzsə, belə eləməyim, onsuz da hər zaman belə olar, pis şeylər həmişə məni tapar, mən həmişə niyə deyə soruşaram falan filan zehniyyəti var. Bir növü qurban mentalıdır. Düşünün siz özünüzə hansı mövzuda xəsislik edirsiniz? Özünüzdən nəyi əsirgiyirsiniz? Özünüzdən nəyi əsirgiyirsinizsə, insanların da sizi qurban mentalına saldığı durum odur və ya qurban halına saldığı durum odur. Özünüzdən nəsə əsirgəməyin. Özünüzdən nəsə əsirgiyib də insanlardan davamlı şəkildə ən yaxşısını istəməyin. Çünki siz necə bir şeylər istəyirsiniz birisindən, amma unudursunuz ki, o istədiyiniz əslində özünüzə vermədiyiniz bir şeydir ondan istədiyiniz. Ümidvaram ki, ifadə edə bilirəm. Və davamlı şəkildə özünüzü öyrənməyə açın. Bir şeylər mi düşünürsünüz, bir şeylər mi öyrənirsiniz?
Öyrənməyə açın davamlı şəkildə. Məsələn, burada bir aziz kartımız var. Negativdə özü hər şeyi bildiyini zənn eləyən bir ər-kodu. Və yəni özü hər şeyi bildiyini sanır. Halbuki elə bir durum yoxdur. Biz həmişə ölənə kimi öyrənirik biz. Həmişə hər şeyi öyrənə bilərik. Bu arada ətrafınızda deyəcəydim niyəsə. Ətrafınızda da ola bilər. Ağzıma gəlibsə vardır bir hayır, illa vardır elə bir durum. Əgər ətrafınızda öz bildiyini, hər şeylə yaxşısını bildiyini sanan birisi varsa, buna da diqqət edin. Bu sizi yorar. Bu sizi yorar, qardaş. Və yaxud da siz özünüz də, məsələn, bəzən insan deyir ki, mən bu mövzunun ən yaxşısıyam. Böbürlənmə, qardaşım. Böbürlənmə. Davamlı şəkildə öyrənməyə özümüzü açmalıyıq. Və bir şey daha deyim. Öyrənci ilə öyrətmən kartı çıxıb. Əziz eyni zamanda bir öyrətməndir. Bu dönəmlərdə bəzi insanlardan fərqli baxış açıları götürə bilərsiniz. Və ya köməksiz qaldığınız mövzularda insanlardan dəstək istəməkdən çəkinməyin. İnsanlardan kömək istəməkdən çəkinməyin. Və ya siz davamlı şəkildə qapalısınız, limitlisizsə, bir şeylər öyrənməyi inkar edirsinizsə, o zaman siz özünüzü açın. Limitlər qoymayın önünüzə. İnkişafınızı gecləşdirir. Sonracığıma Neyə bilərəm bu mövzuda? Evokdan da son olaraq bir kart alaq və ümumiləşdirək. Son olaraq bilməli olduğumuz nə var və ya bu açılıma nöqtə qoyacaq olsan nə deyərdim? Aşk. Gözləmirdim. Nə alaka? Bu nasıl oluyor? Nə əlaqə? Nə əlaqə? Eşqlə əlaqəli yanlış tutumlarınız dəyişir. Eşqlə əlaqəli olan blokajlarınız şəfalanır. Ah ya, bu da böyle bilinsin. Bebəklərim, mən açılım eləyəndə əyləndim və mənə müəyyən qədər yol göstərdi açılımım. Sizdə bu açılım nə kimi bir fikir oyadır, bunu mənə deyərsiniz. Və. Mənim açılımım bu qədər idi. Başqa nə deyəcəyimi bilmirəm, çünki aşk kartı gözləmirdim mən sondan sona. Allah. Gedib düşünəcəm. Düzdür, mövzular eşqə bağlandı, amma yenə də beklemiyordum. Beklemiyordunuz, değil mi? Mən də gözləmirdim. Haydi, mən getmək. Sağ olun, salamat qalın.